Herkese salam. Uzun zamandır vlog çəkə bilmirəm. Bu arada həyatımda çox dəyişikliklər oldu. Əsas məsələ Türkiyəyə köçdük ani bir qərarla, yoldaşımın işi ilə bağlı. Gəldikdən sonra isə öz evimizə baş çəkdik. Evdə kirayəşin olduğu üçün evə girmədik. Çünki mən də kirayədə qalırdım və ev sahibinin evə gəlməyini istəmirdim və doğru hesab etmirdim. Biz də terasa çıxdıq və yeni binalar olduğu üçün hər kəs yeni köçür binaya. Biraz dizayn haqqında danışdıq. Adana'da təxmini 2 həftə qədər qaldıq və ondan sonra Çanakkale'yə köçdük yoldaşımın işi ilə bağlı. Bu aralar köçə-köçdəyik, necə deyərlər. Çanakkale və Adana arası da bayağı bir məsafədir. 14 saat yol gəlmişik və çox yorucu idi. Və ev tutmamışdıq həmin anda. Hər şey bir anda oldu. Ev tutmaq, yerləşmək, bunlar bir müddət zamanımızı aldı. Əvvəl düşünürdüm ki, evlənib sabit, stabil bir həyatım olsun. Amma elə qismət oldu ki, evləndikdən sonra daha da hərəkətli, uzaq məsafəli yollar məni gözləyirmiş və bir evdən digərinə getmək üçün ən az 12-14 saat yol getmək lazım olur. Əvvəllər Bakıdan Qazaxa 8 saat gələndə deyinirdim. İndi isə bilmirəm hansı məsafə üçün deyinim. Özüm də qarışdırmışam məsafələri, yolları. Məsafə uzaq olduğu zaman öz maşınınla getmək daha da rahat olur. İstədiyin zaman dayanırsan, çay, su içə bilirsən. Çox şükür ki, biz də öz maşınımızla getdik və 2 saatdan bir dinlənmə tesislərində biz də dayandıq, dincəldik. Çanakkale'də bir tərəfdən digər tərəfə qarşıya keçmək üçün ya ödənişli asma körpüdən, ya da ki feribotlardan, dəniz gəmilərindən, yük gəmilərindən istifadə etmək lazımdır. Asma körpünün qiyməti çox baha olduğuna görə biz də dəniz yolundan keçməyə qərar verdik. Bunun qiyməti isə 690 TL idi və həyatımda ilk dəfə idi bu qədər böyük bir gəmiyə minirdim və maşınla minirdim. Mənim üçün çox həyəcanlı idi. Maşınlar gəminin birinci mərtəbəsində gözləyirdi. Biz isə pilləkənlə yuxarı gəminin üst qatlarına çıxdıq və oradan həqiqətən mənzərə dəhşət gözəl idi. Sizin üçün də biraz video çəkmişəm və eynən sanki türk kinolarında gördüyüm kimi idi. Mənim üçün çox xoş idi. Və çox gözəl bir təcrübə oldu mənim üçün. Gəminin içində isə parfüm satanlar var idi, musiqiçilər var idi. O hissəni tam çəkə bilmədim. Və eyni zamanda gəminin içində market var idi. Və təxmini 15 dəqiqəyə gəmi digər tərəfə qarşıya keçdi. Adana'da olarkən internetdən kirayə evlərə baxırdıq. Çanakkale'də ev tutmaq üçün, kirayə ev tutmaq üçün və bir neçə evdən bir ev xoşumuza gəldi görüntülərdən və o ev maklerə biz ödəniş atdıq 50 manat o evi tutmaq üçün və burada Türkiyədə yaşayanlar yəqin ki bilər, əşyalı ev tapmaq çox çətindir. Burada Azərbaycandan fərqli olaraq daha çox əşyasız verirlər evlərini kirayəyə. Elə biz də öz evimizi əşyasız vermişdik. Və əşyalı bir ev tapdığımıza görə çox sevindik. 50 manat maklerə beh atdıq. O evi bizim üçün saxlasın. Gələrkən biz o evə rahat köçə bilək deyə. Makler isə bizə göstərdi Çanakkale'də olarkən evi bildiyiniz xəyal qırıqlığına uğradıq. Dəhşət, yəni evin yaşanacaq bir halı yox idi. O şəkilləri necə çəkiblər, necə yerləşdiriblər. Həqiqətən inana bilmədik. Behimiz də batdı. Başqa bir neçə evə də baxdıq, amma tapa bilmədik normal bir ev. Məcburən bir gecə oteldə gecələməli olduq və səhəri gün başqa bir evlərə baxdıq. Nəhayət səhərsi gün biz normal bir ev tapa bildik. Və o qədər yorulmuşduq ki, evə tutan kimi yemək hazırladım, tez-bezar bir şeylər atışdırdıq. Yeni tikilmiş binada bir otaqlı bir ev tutduq. Ev tamamilə əşyasızdır və öz imkanlarımız daxilində bəzi əşyaları aldıq. Səhərsi gün isə xalça almağa yollandıq bazara. Öz otağımız üçün 4 metrəlik bir xalça aldıq. Mətbəx üçün isə xalça gətirmişdik qaynanamın evindən. Çanakkale bazarını sizin üçün qısa bir video çəkdim və çox qarışıq bir bazardı. Geyimlər, ev əşyaları, sucuk vardı orada. Çox maraqlı idi və mən də bir hissəsini çəkib sizinlə paylaşmaq istədim. Bura dənizə 0-1 ərazi olduğuna görə hər addım başı ən çox balıq dükanları, balıq restoranları görmək mümkündür.
Ev üçün bəzi əşyalar aldıq və bina yeni tikildiyinə görə hələ ki qaz qoşulmayıb və biz də balaca qaz tüpü aldıq. Çanakkale daha çox istirahət mərkəzləri, istirahət yeri olduğuna görə buradakı qiymətlər Adanaya nisbətdə daha biraz bahadır və çox şükür ki, biz evə lazım olan hər şeyi Adanada almışdıq və özümüzlə yükləyib gətirdik. Burada isə çox az belə lazım olacaq, günlük lazım olacaq əşyaları, ləvazimatları aldıq. Türkiyədə Maraş dondurması çox məşhurdur. Yoldaşım da Azərbaycanda olarkən Maraş dondurmasını övə-övə bitirə bilmirdi. Adanada olarkən bir dəfə aldı və həm sadəsini, həm şokoladlısını sınamışdım, yoxlamışdım. Həqiqətən də çox dadlı idi. Burada isə marketdən hazır bir şəkildə aldıq. Dadları fərqli idi. Marketdən aldığımızın dadı daha çox süd dadı gəlirdi. Sanki belə südü dondurmusan, o cür yeyirsən, amma sırf Adanada aldığımız özləri hazırlayırdı. Onun dadı tamam bir başqa idi, daha ləzzətli idi. Bütün alış-veriş 1340 TL tutdu və evdə meyvə hazırladım. Biraz dincəldikdən sonra gəzməyə çıxdıq şəhərə. Son zamanlar həm yoldaşım, həm mən həqiqətən çox yorulduq. Həm sənədlərlə bağlı, həm köçməyimizlə bağlı çox çətin dönəmlər keçirdik və sadəcə dənizin kənarında oturmaq, təmiz hava almaq, yürüyüş eləmək belə bizə çox yaxşı gəldi. Mən Bakıda olarkən də dəniz kənarına tez-tez gedərdim və sanki dəniz kənarında oturarkən insanın zehni boşalır, artıq düşüncələrdən, fikirlərdən insan azad olur. Dönüşdə isə dodaq nəmləndirici pomada aldım. Mənim dodaqlarım tez-tez çatlayır və quruyur. Sadəcə rəngsiz olduğunu düşünürdüm, amma açıb baxanda gördüm ki, Bardovya yaxın bir rəngi var. Əslində pis deyil, mənə də yaraşdı və çox gözəl bir qoxusu var. Bunu 32 TL-yə aldım. Çox bahalı bir şey deyil. Qaynanam mənim üçün baxım əşyaları hədiyyə eləmişdi və buradan bədən losyonu və saç şampununu çıxardıb istifadə eləmişəm. Gül suyu, kolonya, əl kremi və digər baxım əşyalarıdır və içində 2 ədəd balaca qablar var. Bunların birisini brüşteliyə qoymaq üçün istifadə eləyəcəm. Birinə isə düşünürəm ki, bal mumu əridib töküb şamdanlıq kimi istifadə eləyərəm fərqli qoxularla. Hər birini çox bəyəndim və yeni evimdə istifadə eləmək üçün çoxsunu istifadə eləməmişdim. Və bir dənə belə nakleyka var, hansısa şəhərdəndir, tanımıram. Mən də onu buzdolabının üstünə yerləşdirdim.
Vloqu sonuna qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Yeni vloqda görüşənədək hələlik.